Cəlilabad rayonunun Əsədli kəndində yaşayan bir ailə ünvanlı dövlət sosial yardımının dayandırılması səbəbindən çətin vəziyyətlə üzləşib. Ailə iddia edir ki, aldıqları yardım qəfil kəsilib və üstəlik əvvəlki dövr üzrə ödənilən vəsaitin geri qaytarılması da tələb olunur. Hazırda isə onların əsas dolanışıq mənbəyi qohum dəstəyi və kənd təsərrüfatından əldə etdikləri cüzi gəlirdi. Aynur Rızayevanın sözlərinə görə ailəyə 2025-ci ilin aprel ayından etibarən aylıq 569 manat ünvanlı dövlət sosial yardımı təyin olunub, lakin bir müddət sonra ödənişlər dayandırılıb. 569 manat alınırdı. İndi yəni heç bir yerdən gəlmir. Altdan uşaqdır. Bunun yeməyi var, içməyi var. Ailə üzvləri deyir ki, mövcud vəziyyət onların gündəlik yaşayışına ciddi təsir eləyib. Hazırda ailə yaxınlarının köməyi ilə dolanmağa çalışır. Onlar qardaşlarına məxsus malqaraya baxır, əldə etdikləri süd və süd məhsullarını sataraq müəyyən gəlir əldə edirlər. Mən 7 ay aldım, 569 manat bu. Ondan sonra kəsildi. Getdim təzədən düzəltməyə, dedilər stopdur, qırmızı stop olub. Da sən bir il almayacaqsan. Məsələ ilə bağlı sorğumuza cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirildi ki, Cəlilabad rayon sakini Aynur Rızayeva ünvanlı dövlət sosial yardımla bağlı elektron sistemə müraciətinə əsasən ailəsinə 1 aprel 2025-ci il tarixindən qanunvericiliyin tələblərinə uyğun qaydada bir il müddətində aylıq 569 manat 43 qəpik məbləğində sosial yardım təyin edilib. Daha sonra 5 yanvar 2026-cı il tarixində adı çəkilən şəxsin ünvanında aparılmış monitorinq zamanı onun rəsmi nikahı olmadan uzun müddətli birgə yaşadığı həyat yoldaşı Zaur Rızayevin qanunvericiliyə zidd olaraq ailə tərkibində göstərilmədiyi müəyyən olunub. Bu səbəbdən də cari ilin yanvar ayından ailəyə sosial yardımın verilməsi dayandırılıb və artıq ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı adı çəkilən şəxsin ünvanına bildiriş məktubu göndərilib. Qanunvericiliyə əsasən ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində və tərkibində dəyişiklik barədə məlumatın verilməməsi səbəbindən artıq vəsait ödənildikdə sosial yardım alan ailə artıq ödənilmiş məbləği könüllü qaydada qaytarmalıdır. Əgər qaytarmaqdan imtina edərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Yaqub Mehdoğlu, Vüqar Qaliboğlu, Günəş Rızayeva, Spes Xəbər, Cəlilabad.